Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə cari təmir işləri həyata keçiriləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, qeyd olunan işlərin bayram günlərinə təsadüf etməsi və nəqliyyat axınının nisbətən azalması nəzərə alınaraq həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə paytaxtın bir sıra avtomobil yollarında 23 mart 2026-cı il saat 8-dən 30 mart 2026-cı il saat 22:00-dək təmir işləri aparılacaq. Təmirlə əlaqədar hərəkət bağlanmayacaq. Məhdudiyyətlər yalnız təmir işləri aparılan zolaqlar üzrə tətbiq ediləcək. Agentlik tərəfindən təmir işləri ümumilikdə 42 ünvanda aparılacaq. Təmir olunan küçələrin ümumi sahəsi 151.849 kvadrat metr təşkil edir. Təmir aparılacaq küçə və yolların siyahısını təqdim edirik. Belə ki, Heydər Əliyev prospekti Ramstor körpüsündən Heydər Əliyev Beynəlxalq Hava Limanı körpüsünədək. 8 noyabr prospekti Yusif Səfərov küçəsindən Naxçıvanski adına hərbi liseyədək. Ziya Bünyadov prospekti 20 yanvar metro stansiyasından Koroğlu qovşağınadək. Babək prospekti Ramstor körpüsündən Lütfüzadə küçəsinədək. İnşaatçılar prospekti İzmir küçəsindən Hüseyn Cavid prospektinədək. Tbilisi prospekti Abbasqulu Ağa Bakıxanov küçəsindən 20 yanvar metro stansiyasınadək. Nəriman Nərimanov prospekti. Bayraq meydanına gedən yol Azneft meydanından Əhəd Yaqubov küçəsinədək. Hüseyn Cavid prospekti Əbdurrahman bəy Haqverdiyev küçəsindən Mikayıl Müşfiq küçəsinədək. Abbas Mirzə Şərifzadə küçəsi Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinədək. İzmir küçəsi Koroğlu Rəhimov küçəsi Təbriz küçəsindən Həsən Əliyev küçəsinədək. Fətəli Xanxoyski küçəsi Gənclik metro stansiyasından Əliyar Əliyev küçəsinədək. Atletlər kəndinə gedən yol Heydər Əliyev prospektindən Xəlil Rıza Ulutürk küçəsinədək. Salyan şosesi Bibi Heybət məscidindən Bakı kənar dairəvi yolunadək. Bakı dairəvi 1-ci avtomobil yolu. Zığ şosesi beton yol. Abbasqulu Ağa Bakıxanov küçəsi İzmir küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək. Növbəti olaraq qeyd edək ki, Rəşid Behbudov küçəsi Neftçilər prospektindən Abbasqulu Ağa Bakıxanov küçəsinədək. Yusif Səfərov küçəsi Üzeyir Hacıbəyli küçəsi, Zərifə Əliyeva küçəsi, Mehdi Hüseyn küçəsi, Cəfərov qardaşları küçəsindən Şeyx Şamil küçəsinədək. Növbəti olaraq qeyd edək ki, Şeyx Şamil küçəsi, İstiqlaliyyət küçəsindən Mehdi Hüseyn küçəsinədək. Vaqif küçəsi, Gənclik metro stansiyasından Səməd Vurğun küçəsinədək. Səməd Vurğun küçəsi, Yusif Vəzir Cəməzəminli küçəsindən Neftçilər prospektinədək. Pirşağı Bilgə avtomobil yolu Pirşağı hövzəsi üzrə qəbul edici kanalizasiya kollektorunun tikintisi layihəsi. Təbriz küçəsi Əliyar Əliyev küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək. Bibi Heybət şosesi Azər Məmmədov küçəsi Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsi. Yeni Günəşli qəsəbəsi İlqar Musayev küçəsi. Mərdəkan qəsəbəsi Sergey Yasenin küçəsi. Binə qəsəbəsi Vaqif Mirzəyev küçəsi. Binə qəsəbəsi Hicran Hasilov küçəsi. Qala 4 yol ayrıcından Zığ Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən hissə. Qala Pirallahı yolunda Zirə qəsəbəsinə gedən yol. Pirallahı qəsəbəsi Süleyman Bağırov küçəsi. Novxanı Pirşağı yolu. Növbəti olaraq qeyd edək ki, Xırdalan dairəsi Binəqədi yolu. Balaxanı Binəqədi yolu, Binəqədi Novxanı yolu, Lökbatan Güzdək yolu, 1-ci və 9-cu kilometr. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazilərində hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və ərazilərdə quraşdırılacaq müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.